Bir alim danışırdı, dedi ki, mən bir ailənin davasını bir hədisdən söndürdüm. Bir hədisdən, elə bil ki, odun üstünə su səpdim. Dava idi, gəlmişdilər, kişi şikayət edir ki, bu qadın hər şey çox şişirdir. Elə sözlər danışır ki, mümkün deyil, dözmək mümkün deyil. Deyir, nə sözlər? Deyir, bu əsəbləşdirib, bütün yaxşılıqları vurur yerə. Deyir, səndən xeyir görməmişəm heç. Heç səndən mən gün görmədim, bir xoş gün yaşatmadın mənə. Bu da deyir, mənə əsəbləşdirir ki, bu qədər nankörlük olmaz axı məsələn. Qadınlar əsəbləşən vaxtı mübaliğəyə yol verir. Mübaliğə nədir? Şişirtməyə yol verir. Hətta bu səhv eləmirəmsə bu söz hədislərdə gəlib ki, deyirlər ki, bir dənə məsələn səhv gördü, deyir səndən heç bir xeyir görməmişəm. O deyir qadınlara xas xüsusiyyətdir. Deyir kişi məndən soruşur ki, eybi yoxdur qadın belə olsa. Deyim, yox, eybi var. Qadın gərək dilinə nəzarət eləsin. Bu sözlərdən danışmasın, əsəbləşən kimi hər şeyin üstünə xət çəkməsin.